Biz Qəbələ şəhərində futbol üzrə 20 yaşlılardan ibarət millimizin məşq prosesindəyik. Rui Jorge'nin rəhbərlik etdiyi kollektivdə hazırlıq intensivliyi ilə diqqət çəkir. Təbii ki, bu hazırlığın əsas səbəbi də millimizin 2027-ci ildə keçiriləcəyi dünya çempionatında iştirak etmək hüququ əldə etməsidir. Gəlin, hazırlıq prosesi ilə yaxından tanış olaq. 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdə təlim məşq toplanışı davam edir. Hazırlıq prosesi Qəbələ şəhər stadionunda təşkil olunur. Hədəf 2027-ci ildə Azərbaycanda və Özbəkistanda təşkil ediləcək dünya çempionatında çıxış edəcək heyəti formalaşdırmaqdır. Oyuncular Portuqaliyalı baş məşqçi Rui Jorge'nin rəhbərliyi ilə müxtəlif təlimləri yerinə yetirirlər. Millimizin çalışdırıcısı jurnalistlərə açıqlamasında futbolçuların çox istəkli olduğunu bildirib. Stat, keyfiyyətli məşqlər edirik. Oyunculardan istədiklərimizi ala bilirik. Hazırlıq prosesindən çox razıyıq. Onlar çox istəklidirlər. Oyuncuları daha yaxından tanımaq, məşq prinsiplərimizə bələd olmaqlarını istədim. Yoldaşlıq oyunlarından əvvəl hardan başlayacağımızı bilməliyik. İlkin təəssüratlarım yaxşıdır. Futbolçuların yanaşmalarından razıyam. Çox istəklidirlər. Bu da bizim oyun fəlsəfəmizə uyğundur. Statın sonu. U20 yığmamızın üzvü Tofiq Tapdıqlı komandanın yeni yığıldığını deyib. Hər şey çox yaxşı gedir. Məşqlər də həqiqətən də yaxşıdır. Hiss olunur ki, biz professional məşqçilərlə bir yerdə işləyirik. Məşqçilər də həqiqətən uyğunlaşma çox asandır. Bir-birimizi başa düşürük. Bizdən istədiləni ona verməyə çalışırıq. Baş məşqçinin istəyi daha çox oyunu kontrol eləmək, oyuna sahib olmaq, pas oyunu oynamaq, yaxşı, rahat oynamaq, topsuz çox qaçmamaq. Afvan icraçı vitse-prezidenti Sərxan Hacıyev Qəbələdəki təlim məşq toplanışının yığmaya fayda verəcəyini bildirib. Təlim məşq toplanışında 2 nəfər futbolçu zədələnmişdi. Yəni bir futbolçu təlim məşq toplanışından başlamaqdan öncə zədələndi və onun əvəzinə digər klubdan futbolçu dəvət olundu və bir futbolçumuz da təlim məşq toplanışı vaxtında zədə aldı və təlim məşq toplanışı öncədən bitirməli oldu. Digər baxımdan isə təlim məşq toplanışı davam edir. Yeni məşqçi heyəti rəhbərlik eləyir təlim məşq toplanışına. Düşünürük ki, bu təlim məşq toplanışı gələcək hazırlıq üçün də faydalı bir təlim məşq toplanışı olacaq. Qurum rəsmisi dünya çempionatına hazırlıqlarla bağlı müəyyən dövlət qurumları ilə əlaqədə olduqlarını vurğulayıb. Dünya çempionatına hazırlıq hal-hazırda davam edir. Bundan öncə də bildirdiyimiz kimi müəyyən dövlət qurumları ilə də sıx əlaqədəyik. Beynəlxalq baxımdan həm FIFA birbaşa rəhbərlik eləyir bütün prosedurlara, həm Özbəkistanlı həmkarlarımızla sıx əlaqədəyik. Demək olar ki, həftəlik formatda davam edir hazırlıqlar. Sərxan Hacıyev jurnalistlərə açıqlamasında Əvəzedicilər Liqasının ləğvinin gündəmdə olduğunu deyib. Əvəzedicilərin ləğvi hələ ki müzakirə mövzusudur. O icra komitəsində də bilirsiniz müzakirə gedir hal-hazırda. Onun qərarı verilməyib, amma əvəzedicilər ləğv olunmasa belə ehtimal böyükdür ki, format dəyişikliyi olsun. Həm əvəzedicilərdə, həm Gənclər Liqasında. Format dəyişikliyi də sırf bu məsələ ilə bağlıdır ki, hal-hazırda məşqçi heyəti, U20 komandasının məşqçi heyəti demək olar ki, 17 aylıq artıq bizə məşq cədvəlini veriblər. AF olaraq çalışacağıq ki, digər liqaları uyğunlaşdıraq təlim məşq toplanışlarını. Xatırladaq ki, U20 bugün toplanışa yekun vuracaq.